Recording in progress. Salam uşaqlar, hər vaxtınız xeyir. Bu günlər sizə ballar necə düşəcək, hansı halda düşəcək onu izah edeyim. Tutalım ki, birinci qrupdan söhbət keçsin. Birinci qrupda tutalım ki, 600 plus bal yığan uşaqlar 800 nəfərdir. Bu 2024-cü ildə olsun. Amma birinci qrup üzrə 600 balı keçən uşaqlar olsaydı indi 500 nəfər. Bu da olsun 2025-ci ilin statistikası. Bu halda bal düşəcək. Niyə bal düşür? Məsəl üçün, müəyyən ixtisaslar var ki, məsələn, IT olsun, nə bilim, məsəl üçün, prosesin avtomatlaşdırılması olsun, məsələn, kimya mühəndisliyi, kimya, məsələn, belə deyim, danışsaq, bura kodlaşdıracaq 600 yuxarı ballar. Məsəl üçün, tutalım ki, IT sahəsində 500 nəfərlik yer var, düzdür? Yəni, ümumiyyətlə, bütün IT sahəsində istər Naxçıvan, istər, nə bilim, bölgələr, özəl və yaxud da dövlət. 600, ilk, yəni 500 nəfərin balı, məsəl üçün, deyək ki, 500-cü adamın balı, məsəl üçün, deyək, 640 baldır. Artıq IT sahəsinin balı 640 olacaq. Məsələn, digər sahələr artıq ondan bir növ aşağı sahələr, məsələn, deyək, mexatronika, robotexnika, radiokommunikasiya sistemləri, bu kimi ixtisasların da balı, məsələn, deyək, 620, 610, yəni bu tiplərdə dəyişəcək. Çünki niyə? O 500 nəfər də olub, deyək, yerdə qalan 300 nəfəri bu ixtisaslardan sonra, yəni IT sahəsindən sonra, yəni ilk yüksək yer, yəni prestijli yerləri seçəcək. Artıq 300 nəfərin də, məsələn, deyək ki, 300-cü adamın balı, məsələn, qutardı 580 balda. Artıq həmin yer keçici bal olacaq 580 bal. Bu 2024-cü ilin statistikası, məsəl üçün. İndi danışaq birinci qrupun 2025-ci ilin statistikasından. Tutalım ki, 600 baldan yuxarı var, 500 nəfər var 2025-ci ildə. Bunlar hamısı şərt rəqəmlər daha, əsl deyil. Yəni, birdən qulaq asarız deyir, müəllim, bu il ballar olacaq, xeyr. Sadəcə, bu izah məqsədlidir. 600-dən yuxarı bal olub ki, 500 nəfər. Onsuz da 500 nəfərə yer verilmiş IT sahəsində, düz deyil uşaqlar. Elə 500 nəfərə 600-cü bal yığan uşaq, yəni 600 bal yığan uşaq tutacaq. Məcbur artıq, məsəl üçün, 600-dən aşağı o dediyim o bayaqçı sahələr var, bayaqları burada dedim ya, 620, 610. Artıq o yerdə qalan o digər sahələr var, axı 300 nəfərlik boş yerlər vardı, onlar hamısı dolmalıdır axı. Məcbur artıq orada özündən bir 50 bal aşağı yerlər, məsələn 550 bal, sonra 500 bal. Artıq məsəl üçün də deyək ki, bu 500 bal yığan uşaq gəldi 550-nin yerini tutdu, 550 tutan bal yığan 610-un yerini tutdu. Yəni artıq ballar etab-etab aşağıya düşür. Məsəl üçün, tutalım ki, burada məsəl üçün deyək 520 bal toplayan uşağın qəbul olduğu ixtisas təxmin olaraq burada 470 balla qəbul olur. Çünki yer boşdur deyə, məcbur aşağı bal yığıb, o yer dolmalıdır axı. Oranı da kodlaşdırıb deyə nə olur? Bal düşür. Yəni, tutalım ki, bunun əksinə olan bir proses olsun. Məsələn, birinci qrupda olsun 800 nəfər, məsəl üçün 600 bal keçib, 600 plus bal yığıb 2024-də. Amma məsəl üçün, bu il olub 1200 nəfər. Bu halda artıq nə olur uşaqlar? Kələmə ağlamaq tutur. Niyə? 2025-ci ilin statistikasına əsasən 1200 nəfər 600 bal keçib. Deməli, artıq burada IT sahəsində o ilk 500 var, ha. Yəni, o ilk 500 nəfər təsəvvür edin ki, artıq bu 660-la 700 arasında ballar tutub da 500 nəfəri. Düşünün ki, 1200 nəfər yığıb da, yəni bu 600-dən yuxarı. Məsəl üçün, deyək ki, 640-la da 660 arasında bal, məsəl üçün, olacaq. Bu qədər uşaq var, məsəl üçün, deyək ki, 300 nəfər. 600-lə 640 arasında da uşaq olsun 200 nəfər. Artıq fikir verin də bir dənə. 500 nəfər, axı yer var idi bayaqları IT sahəsinə. Həmin o 500 nəfər ilə 660 bal yığan uşaq tutur da. Çünki axı oranı yazıb, ən yüksək yeri yazıb və bal məcbur olur, yüksəlir. Yəni, bunun səbəbi uşaqların yüksək bal toplamasıdır ki, həmin il üzrə vurur balları qaldırır. Yox, uşaqların ümumi statistik göstəriciləri aşağıdırsa, təbii ki də artıq boş yer qalmasın deyə aşağı ballı uşaqlar, yəni 550, 580, 590 ballı uşaqlar gəlib IT sahəsini tuta bilər. Amma yox, rəqabət çoxdur, yüksək bal toplayan uşaq çoxdur. Axı bu 660 bal yığan uşaqlar çoxdur axı, ya 680 bal yığan uşaqlar çoxdur axı və bunlar öz haqlarını tələb edir də orada ixtisas seçəndə.
Bu halda artıq məcbur nə olur? Həmin uşaqlar qəbul olur. 650 bal yığan uşaq görür ora qəbul ola bilmir axı. Məcbur gedir, məsəl üçün deyək, 610 ballıq yerə qəbul yazır. 610 qalxır olur 650. 610 bal yığan 610-luq yerə qəbul ola bilmir. Məcbur 610 bal olan uşaq gedir 590-lıq yerə qəbul olur. 590 bal olan, məsələn 590 bal yığan uşaq artıq məsəl üçün qəbul ola bilmir də öz yerinə. Gedir məsəl üçün deyək, əvvəl məsəl üçün bu yer 520 idisə, gedir 520 ballıq təsir qəbul olur ora və beləliklə ballar etap-etap qalxır. Dinlədiyiniz üçün təşəkkürlər.